Bugün itirəcəyim 100 manatı bilmədən, bugün itirəcəyim vaxtı bilmədən, amma növbəti aylarda qazanclarımı bilmədən yola çıxmışam. Gülümsəyirəm, hələ ki keyfim yerindədir. Günün irəliləyən saatlarında bizi nələr gözləyir? Gəlin bir də onlara baxaq. Hazırlaşmışıq. Bugün Zeytun festivalına gedirik. Orada da mənim yarmarkada stendim olacaq. Çantalarımı sərgiləyəcəm. Bugün 100 manat itirəcəyimi bilmədən yarmarkaya giriş edirəm və budur artıq əşyalarımla qalmışam yolun ortasında. Taksi heç bir şəkildə şəhərə yaxınlaşa bilmədi və mən o qədər yolu piyada getməli oldum. Nəysə, çantalarımı çıxardıram, stendimə yerləşdirirəm. Çox təəssüf ki, bugünü çox böyük neqativlərlə başladım. Masam sistemi unudulub, heç mənə masa ayırmayıb ödənişi günlər öncə etsəm də və beləliklə mən daha kiçik masaya keçdim və s. Günüm neqativliklərlə başlayıb və neqativliklərlə də bitdi. Daha sonra axşama doğru yağış yağdı, stendi tez yığışdırmalı oldum və heç bir şəkildə satışım olmadı. Amma stendim çox şirin və çox gözəl idi. Bugün mənim heç satışım olmasa da, növbəti aylarda olacaq hadisələrə doğru bir qapı açıldı. Burada isə Nərmini görürsünüz. Nərmin sağ olsun bugün məni tək buraxmadı. Mənə çox dəstək oldu. Əslində problem məndə deyildi. Stendim çox qəşəng idi və beləliklə günü 0 manatla tamamladıq. Hətta -100 manatla tamamladıq. Amma bu yarmarkanın mənə gətirəcəklərindən xəbərsiz idim. Bu videonu aylar sonra səsləndirirəm və düşünürəm ki, əslində hər işdə bir xeyir var imiş. Bura qatılmağım da, o insanları tanımağım da. Növbəti vloqda görüşərik. Hər birini detallı açıqlamalarda görəcəksiniz, izləyəcəksiniz. Növbəti yarmarkada görüşərik. Növbəti yarmarkam isə harda olacaq? Gəlin izləyək.